Çünkü böyle tam bir toy olduğu için. Derya'nın Rafa seçki. Yok tamam. Ay danışa bilmirəm Dəniz. Okey. Eğer sağlam qidalanıramsa bir balans olmaq məcburiyyətindədir deyə. Siz marketdə tapmışsınızsa mənə zəhmət olmasa deyərsiniz. Uy, qırırdım. Necəsiniz? Ümid edirəm ki, hər biriniz çox yaxşısınız. Bugün sizləri bir toya aparacağım. Ona görə də başlıqdan da gördüyünüz kimi mənimlə birlikdə toya gedirsiniz. Mənimlə birlikdə toya hazırlaşırsınız. Səhər durdum, dərsimi keçdim. Gördüyünüz kimi, bayaq da gördüyünüz kimi kofemi hazırladım. Birazdan saatın dolmasını gözləyirəm ki, gedim park-makram, gözəllik salonuna, belə deyim. Ondan sonra makyajımı falan sizlerle paylaşacağım. Görək günün sonu necə olacaq bilmirəm. Çox ani bir şəkildə toya girəcəyimə qərar verdim. İnşallah gedərəm deyə ümid edirəm. Hələ də dəqiq bir şey olmadığı üçün çox da öncədən bir məlumat verə bilmirəm sizə. Amma ümid edirəm ki, çox gözəl keçəcək. Ona görə də səbirsizliklə sizlərlə birlikdə, mən də çox səbirsizliklə gözləyirəm ki, necə olacaq. Hayırlısı inşallah, yaxşı olar. Deməli, çox tələs olduğu üçün, yəni çox tələsdiyimiz üçün bəzi şeyləri çatdırıb çəkə bilmədim sizlərə. Amma yəni son görüntü budur. Saçım, makyajım. Saçımı evdə özüm düzləşdirdim gördüyünüz kimi. Neysə, onu həll edəcəm olsun. Gördüyünüz kimi son makyaj budur. Birazdan sizə bütün kombini belə şeyin formasını göstərəcəm. Nə geymişəm deyə və s. Azərbaycan toylarını həqiqətən çox sevirəm bir yerdə. Çünki belə tam bir toy olduğu üçün çox bəyənirəm. Neysə, sizlərlə orada görüşəcəyik. Bu vlog ola bilər, bəlkə çox ehtimal ki 2 günlük bir vlog olacaq. İndi görək də bəxtimizə nə çıxacaq. Bol yemek yemişiz Derya Hanım. Bilgilərdə bol qəşəng yeməklər yedik. Gözəldir. Bəli, hər şey qəşəng keçir. Çox bəyəndik. Başqa sözünüz var? Allah xoşbəxt eləsin. Tipik Azərbaycanlı danışıq, hə? Birazdan coşacağıq, diskotekada falan sizlərlə görüşərik. Ümid edirəm. Deməli, qurtarmışıq. Hava o qədər qəşəngdir ki, yəni üstümüzə bir şey giymeye ihtiyaç belə yoxdur. Donuruq. Parıldayırıq. Eğlenecek daha donuruq. Toy sonrası çölə çıxmaq biraz qəribə olur. Lərzəyə götürdüm. Onlar hazırlıqdan çıxdı. Dayan. Telif yemeyelim. Onlar hazırlıqdan çıxdı. Gedir işe. Dünən makyajdan ve yuxusuzluqdan sonraki tipim. Derya'nın Rafa seçki. Yok tamam. Yok diye. Bunun
Xatırlayırsınızsa Seasonally Green diye bir şey almışdıq da. Bunu da aldıq. Bu heç qəşəng deyil, amma o yaşıl qəşəng idi. Dərə bir zarafat uğruna bizi buralara qədər gətirdi. Çevir onu. Alışveriş edip bunları yüklettim. Çok iyi. Ama ben sevirsiniz diye sana alışveriş ettirmeyi. Tabii ki. Hello, market vlog. Ay daha şu an bilmirəm Deniz. Okey. Neyse biz alışverişe gittik geldik. İndi sizlere onu göstermek istiyorum. Arka taraftan çaydan koyulup o kızmalıdır. Çünkü ne yiyecek? Bir Rolton ya da Petra falan bir şeyler yiyecek. Ona göre de bu arada sizi tosterin üstüne koyduğum için tosterin qulpuyla da baxışabilirsiniz deyim deyim. Yəqin ki bir problem olmaz diye düşünürəm. Çünkü tripodu axtarmağa biraz halım qalmadı. Sizlərlə deməli neler aldığımı göstereceğim. Deməli, bir dənə plomber aldım belə. Mən bunu yeməyə həddən artıq çox sevirəm. Yəni çox yağlılıq oranı və s. hamısı, yağlılıq faizi və s. hamısı çox xoşuma gəlir. Eyni zamanda bir dənə də bundan aldım, Textra. Məncə yəni bilənlər bilir çox qəşəngdir. Yəni bu gün sırf belə xoşuma gələ biləcək bir alışveriş eləmək istədim. Bu arada telefon əyri durur. Siz yəni üzürü sayarsınız deyə ümid edirəm. Sağlam qidalanmaq xətrinə kefir və aktivya belə bir şeylər aldım. Bəlkə kapak fotoğrafı falan eləyərəm deyə düşünürəm. Əgər sağlam qidalanıramsa bir balans olmaq məcburiyyətindədir deyərəkdən bu tipli nə deyirlər, ramen də demək olur. Spagetti də deyim. Yəni nə ürəyin istəyirsə, Petra, yəni qısacası belə deyim. Və eyni zamanda Cheetos və cipsim. Niyə cipsim aldığımı soruşa bilərsiniz? Çünki Lay's'dən çox bir şey qalmamışdı. Yəni çox da sevdiyimiz bir şeylər qalmamışdı. Dedik uzun bir müddətdən sonra bir cipsim tekrardan olar. Okeydi yəni. Alışverişin məqsədi əslində şey oldu. Sevdiyimiz bir şeyləri almaq, yemək. Ona görə də mən bunu aldım. Şokoladlı bir süt. Bu arada Chudo'nun şokoladlı sütləri deyəsən marketlərdən yığışdırılıb. Əgər hansısa marketdə tapmışsınızsa mənə zəhmət olmasa deyərsiniz. Uy, qırırdım. Tapmışsınızsa mənə zəhmət olmasa niyə? Çünki ortaqda yoxdur. Ən qəşəng şokoladlı süt odur. Və bu qədər şeydən sonra vicdan rahatlatmaq xətrinə yəni mən tək deyiləm deyə ümid edirəm. Bu qədər şeydən sonra vicdan rahatlatmaq xətrinə bir yaşıl çay. Bunun içində həmçinin jasmin də var, yəni yasəmən var. Biraz sakitləşdirir. Yəni çox sevirəm bu tipli bitki çaylarını içməyi. Nəysə bu qədərdir əslində. Fikir vermişsinizsə dünənki toydan sonra bilmirəm toyda nələr çəkdim, nələr oldu. Yəni hələ editlənməyib video. Dünən toyda həddən artıq çox əyləndim və çox yoruldum. Səhər durdum, təkrardan dərs keçdim və s. Çox yorğun bir gün keçirdim. Vloga başlayanda yəni az qalsın vlogun davamını çəkməyi unudurdum bugün. Amma nəhayət xatırladım və dedim sizə belə mini market vlogu kimi bir şey çəkim. Nələr aldığımı da sizlərə göstərim. Yəni belə əslində boş keçməsin. Həmçinin ikinci günün davamında nələr olub az çox sizə onu deyim. Bu arada bir kommentariyada belə bir şey yazmışdı ki, bəlkə günlük iş rejiminizi də çəkəsiniz desə. Prosta mən günlük iş rejimi biraz çox qarışıq olur. Yəni standart bir forması yoxdur deyə. Onlara belə çox çəkə bilmirəm, amma əlimdən gəldiyi qədər əlbəttə ki çəkib sizlərlə paylaşmaq istəyərəm. Ağlıma gəlmir bir şey danışmaq, amma əslində gəlir bir iki şey danışmaq da onu başqa bir videoda mütləq şəkildə sizlə çəkməyi düşünürəm. Yəni sizlə paylaşmağı, sizlə söhbət eləməyi düşünürəm. Ona görə də ağlınıza hər hansı bir fikir gəlirsə, hər hansı bir sual gəlirsə, zəhmət olmasa Sayın artıq çaydan öz işini bitirdi burada. Buna görə də əgər ağlınıza hər hansı bir sual, hər hansı bir fikir gəlirsə, ya kommentarda yaza bilərsiniz, ya Instagramdan mənə yaza bilərsiniz. Yenə də deyirəm, ya burada onunla Instagram adımı qeyd edəcəm. Eyni zamanda sizlərlə bir dənə söhbət videosu çəkmək istəyirəm. Belə qız-qıza bir söhbət. Bundan öncəki videoda da bunu dedim. Sadəcə bilmirəm nə ilə əlaqəli danışacağam və s. Standart olaraq bir yoldan getmək istəmirəm. Həmçinin sizi də maraqlandıran suallara cavab vermək istəyirəm. Ona görə də suallarınız olarsa əlbəttə ki canla başla cavab verməyi çox istəyərəm. Son dövrlərdə biraz başım o qədər çox qarışıq oldu ki, həmçinin ətrafımda baş verənlər, sosial mediada gördüyüm şeylər və s. bəlkə də hiss olunur, bilmirəm, amma son bir həftədir ki, hər şey çox
pis gedir demeyeyim, amma yəni çox da yaxşı da getmir bəzi şeylər və s. Biraz durğunluğum ondandır. Həmçinin də toyun yorğunluğudur. Yəni bu vlog biraz yorğun keçibsə üzürlü sayın. Ümid edirəm ki, siz izlədikcə çox əylənəcəksiniz. Mən çünki çox əyləndim bir yerdə. Uzun bir aradan sonra çox qəşəng əyləndiğim bir vlog oldu əslində bu. Bu qədər. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Hər birinizə çox minnətdaram. Eğer beğendinizsə bəyənməyi, kanalıma abunə olmağı, ailəmizi böyütməyi unutmayaq. Fikirləriniz varsa, zəhmət olmasa rey bölməsində yazın ki, daha da çox sizə cavab verə bilim. Bu qədər. Yəni hər birinizi çox sevirəm. Gələn videolarda görüşənədək. Bye bye.